Değerli izləyicilər, bugün biz Brawl Stars adlı bir oyun oynayacağıq. Yəqin ki, çoxunuz bilirsiniz bu oyunu. Və sizə mən oynamağı öyrədəcəm bugün. Bəli. Baxın. Başlayıcı oyuncu seçmədim. Baxın. İndi qoy yanında da olaq. Və indi birinci baxın, təsəvvür edin ki, bu Barley'dir. Bu hardasa Shelly'dir. Bu isə Meg. Birinci siz balacalara getməlisiniz. Sonra ortancıya, sonra da böyüyə. Belə 100% udacaqsınız. Çünki balacaya gedəndə az canlı və gücsə gedəndə o sizə az hasar verir və sizi öldürə bilməyəcək. Shelly'yə baxın, uzaqdan getmək lazımdır. Belə də öldür. Buna da ki, gəlirsiniz yaxınına ölmədən. Bunu basırsınız. Belə də udmaq şansınız var. İndi gəlin sizə Kazeni göstərim. Kaze'də çalışın, ancaq baxın bu 3 bucaq var ha. Ona çalışın, onu tuttursun. Və ondan sonra da özünüz basın. Elə belə basırsınız. Bu tutturduzsa elə belə basın. Çünki bu Kaze'nin 3 bucağı templərlə gedir. Baxın, indi aşağıdadır. Belə eləyirəm, bura çıxdı. Və belə eləyirəm. Görürsünüz? Çalışın özünüz də biraz eləyin. Və beləliklə 100% udacaqsınız. 100%. İndi keçirik o birisinə. O birisində, o biri Kaze'də. Birinci ultinizi atın. Sonra da beləliklə vurun. Elə daha çox hasar gələcək və 1000% udacaqsınız. Çünki baxın, az hasar versəydi göstərərdim. Çünki belə, əgər belə eləsəz görürsünüz, az can gedir. Baxın, birinci atıp da eləyə bilərsiniz. Elə də öləcək. Daha yuxarı hasar vermək istəyirsinizsə, birinci belə atın. Ondan sonra nə istəyirsiniz eləyin. Onun da başına bəla gələcək. Hamı yəqin ki soruşur. Burada nətər udmaq olar? Mən də sizə çox asan bir yolu göstərəcəm. Birinci bura girirsiniz. Seçirsiniz bunu. Və bunlar olsun. Əslində belə daha çox hasar gələcək və daha çox canımız olacaq. Amma bu çox vacibdir. Ona görə bunu götürməyə də bilərsiniz. Bunu niyə götürmək lazımdır? Çünki bunda daha tez şeyin gəlir də. Narıncı nəyi də bildiniz də. O daha tez gəlir. Və beləliklə də uda bilərsiniz. Burada da özü bu. Və belə uda biləcəksiniz. Mən indi sizə göstərəcəm. Baxın. Belə götürürsünüz və sizə hasar verə bilməyəcək.
bunu basanda daha tez olur. Və belə məncə çox yaxşı olur udmağa. Baxın nə qədər hasar gedir. Və 1 dəqiqəyə utduz. Heç 1 dəqiqə də keçmədi. Gəlin indi bunu botlarla baxaq. Qoyun bunları açım. Bir botu birinci açım qoy. Ondan sonra baxacağıq. Baxın qabağıma Karl gəlib. Məncə uda biləcəyik. Çünki Karl çox gücsüzdür məncə. Çoxları üçün. Və Colt ondan daha 5 qat güclüdür. Baxın indi. Karl görmür bizi. Karl görmə. Ayda hara. Baxın. 1 dəqiqəyə. Всё. Bu qədər. Yəni bunu 1000% uda biləcəksiniz. Çünki yəni udmaq şansınız çoxdur. Və gələn video kimi sağ olun.